Mənim verəcəymişəm, əvvəlcə Afrika ilə pəncərələri sınırlaraq içəri daxil olmuşum. Qızıl zinət əşyaları, pul da götürmüşüm. Tarlanın arasına çek diyeyim de aksiya. O vaxtın çekinde $1000 pul, 400 manat ayrı pul olub, o pula dəymirdi. Dəsmal arasında həmin pul durur. Sonra qızımın qapısı yuxarı bağlıydı, haçarı özümdəydi, bir də özündədir. Onun qapısını qırıb, onun termosundan bir sep nazik, bir dənə də nazik üzük, qaşdı bir üzük götürüb, Pilyusda şkaflarını açıb, oradan kaşlokundan 70 manat pul, biraz ərəb pul olubdu. Onlara dəyməyib $500 da oradan götürdü. Aparılmış istinaq zamanı Mehdi İbrahim Ramazov'un yaşadığı Mingəçevir şəhər Adi Məmmədov küçəsinin 11 mənzilli binaya baxış keçirilərkən onun oğurluq nəticəsində əldə etmiş olduğu əmlak və eyni zamanda bir ədəd siqaretin gümüş kağızına bükülmüş narkotik vasitə olan heroin aşırıda götürülmüşdür. Hal-hazırda cinayət işi üzrə istintaq davam etdirilir.